Herkese salam dostlar. Bugün sizlerle bir yerde Age of Story 2 Azərbaycan serisinin ikinci bölümünü çekirik dostlar. Keçən bölümdə Gürcüstanı işğalləmişdik. Yəni yarısından çoxunu işğalləmişdik. Bu bölümdə də hədəflərimiz Gürcüstanın demək olar hamısını işğal eləməkdir. Umarım eləyə bilərik. Ona görə indi torpaqlara ordu göndərəcəm. Hadi baxaq görək nə vara bildik. İran, Rusiya ilə aralarımız getdikcə yaxınlaşmağa başlayır. Baxaq görək. Müsbət 51-dir. Yəni müttəfiq ola bilərik. Baxaq görək. Təklifimiz necədir? Müsbət 11. Özün mədəniyyət gücü. Məncə alarıq yaxın. Müttəfiq. Və hücum edək. İlk fəthimizi eləyək. Mükəmməl. Gürcüstanın demək olar yarısını keçən bölüm almışdıq. Bu bölümdə hədəflərimiz Türkmənistanla Özbəkistanı işğal eləmək dostlar. Haydi baxaq görək nə qalır. Məncə eləyərəm işğal. Всё. Qurtardı. Demək olar 1000 ordu itirdim ya yox. 300 ya da 500 əskər itirmişəm. Baxaq görək. 600 əskər itirmişəm. Səhv bilirmişəm. 5 ərazimiz də artdı dostlar. İndi bütün demək olar Qafqaz mənim oldu. Hələdik yəni. Baxaq görək. 60. Müsbət 60-dır. Dağıstan bölgelerinde alandan sonra bence bütün Qafqaz özü bizim oldu. Yəni Dərbənd bu hissələri alandan sonra. Baxaq görək aramızdakı yox hakaret eləmə. İndi döyüşdən çıxışamına geriyə yenildik. Baxaq görək. Bütün gücümüzdən Türkmənistan alacağıq. Bir də müttəfiq olan bunlarla 86.000 ordusu var. Rusiyanın bir dənə ərazisində. Sadəcə bir dənə ərazisində 86.000 ordusu var. Hökumətlərdə mənfi müsbət 6 saat gəlir. İlişkilər az qalıb özü. Biraz qabağa verək. Görək neçə oldu. Müsbət 64 və neçə aldı? Mənfi 5 qaldı. Hoppa, sən bunlardan pisdir. Всё. Aramızı yaxşılaşdırmaya baxan axtarırdım. Всё. İndi mən bir dənə sən hücum edirəm. Və qutar. İndi buradan girək təmiz bura. 2 əraziyə hücum edəcəm. Məncə qısa zaman ərzində alarım. İlk yürüyüşlərimizi edirik. İranla aranı yaxşılaşdıraq. İranla da müsbətdir. Türkiyə çox fəth edir. Bunu bura göndərək tez. Всё. Aldıq məncə. Demək olar ki hamısını. Bir də münasibətləri də nə idi yaxşılaşdıraq Rusiya ilə. Təmiz müttəfiq olacaq onunla. Onunla müttəfiq olandan sonra İranı alacağım. Sonra Türkiyə ilə də müttəfiq olacağım. Türkiyə ilə müttəfiq olandan sonra isə Rusiyaya alacağım. Yəni planlar durumdadır. Səbəbini qura bilmək üçün. İndi baxaq görək nə edirik. 3 dənə ərazi nə ilə də alacam. Birinci bu, sonra bu, sonra da bu. Məncə elə burada elə bütün torpaqlar verildi. Düz təxmin eləmişəm. İndi əlimizdə olan bütün ordularla Türkmənistanın damsını məncə bizə verməyəcəklər. Türkiyə siyasəti 41. Damsını verməyəcəklər. Bu hissəsi bizdə qalmayacaq. Və mükəmməl. Bu hissəni paytaxta göndərək. Bu hissələri isə simləyək dostlar. Belə videoların davamı üçün videomuza like atmağı, məni takip etməyi unutmayın dostlar. Hoppa.
Və kreditdə başvurmalıyıq. Yox. Hələ ki var. Mükəmməl. İndi tam 52-ciyik. Yavaş-yavaş da güclənirik. Oha. Müttəfiq olduq. Oha, mənfi 2 qalır. İlişkilərimizi gəlişdirək. Çıxaq mənfi 1. Siyah. İlişkilərimiz özü düzəlir. Qazaxıstan, sən niyə üzüm edirsən ki? Düşmürəm. Qazaxların 80.000 ekonomisi var, elədir, çox ekonomiləri yox. Bəlkə Qazaxlara mən də üzüm edir. Qazaxlara üzüm edir. Nasıl aramız yaxşı deyil. Ruslar onsuz da alacaq. Aha, buranı düzəltməmişim. Siyah. Qutardı böyük ihtimal. Bu əlimizdə olanların da 17'sini bura 10 eləmişdim. 27 bu. 27 də bu olsun. Görən indi nə edəcək? Qazaxıstan da alandan sonra məncə hələ girməmiş hücuma. Rusiya uduzu. Mən döyüşə girməmiş. Döyüş qutarı deyil. Söyleyeyim bəlkə. Mənfisi. Gələm Qazaxıstan işğal eləmə. Bu Qazaxıstan hamısını almazdı yəqin ki. Hamısını aldı. İşte mən də bu iki arazini aldım. Bizim də xeyrimiz bu qədər oldu, işin olmaz. Yəni, orada itilmək demək olur. Siyah. Qutardı. Buradan Promay qaydaq. Türkmenistan'dan özü qutarsa bir də ilişkilərimiz müsbət 100'dür. Yəni müttəfiq oluruq. Müttəfiq olduq. Buradan müttəfiq olmuşuq. Bundan da müttəfiq ola bildik. Bundan ala bilmirik ki. Bundan ala bildik. Türkiyə ilə biraz düşükdür. Amma olacaq böyük ehtimal. O da məncə yaxındakı müttəfiq ilişkilərinə görədir. Müttəfiq mədəniyyət üstünə görəymiş. Türkiyə ilə aramızdakı mədəniyyət bir-iki tur keçəndən sonra baxacağıq və bölüm qutarmadan elə Türkmənistan tam işğal edeyim. Buradan Türkmenistan'a bir savaş ilan edək. Siyah. Mükəmməl. Və Türkmenistan'ı da işğal etdi demək olar. Siyah. Türkmenləri də aldıq. Baxaq görə indi Azərbaycan arasında 53 dənə vilayətimiz var və bu qədərdir. Bölüm 2'də burada belə sonlanır dostlar. Sağ olun dostlar, gələn videolarda görüşənədək.